Dostların çevrəsindəsən, oturmusan, deyirsən, gülürsən, hamısı sənə hörmət eləyir. Məst olmusan. Birdən dostlardan xəyanət görürsən, vəfasızlıq görürsən, onda gedirsən, başlayırsan zarımağa, mənli, qeyrük. İlahi, səndən başqa heç kəsim yox imiş. Allah deyir, elə o dostların çevrəsində ki, oturmuşdun, onda da məndən başqa heç kəsin yox idi. Elə mən idim, məndən başqa hər şey puç və fani idi. Elə o vaxt deyərdin, elə həmin vaxtda deyərdin, hamıdan məyus olanda demə, hamı sənə ləbbeyk deyəndə denən. Həyat bunu məşq eləyir insana. Yəni, həyat bunu öyrədir. Bunu gündə məşq eləyirik. Bu nöqtəyə çatdırır adamı ki, insan Allaha ehtiyaclı olduğunu anlayır, başa düşür. Əli əleyhissalamın duası var. Həbli kəmalil inqita'i ileyk. İlahi, mənə nəsib elə, hamıdan qırılıb sənə bağlanmağın kamalını, kamilliyini mənə qismət elə. Hər şeydən qopub sənə bağlanmağın ən kamil zirvəsini mənə qismət elə. Çünki həyat bunun üçündür. Allah deyir ki, mənimlə əlaqəmi düzəlt, əlaqəmi düzəlt. Hər şeyi elə tənzimləyərəm ki, hər şey sənin xeyri olar. Başqa adamlarla da əlaqələrin düzələr. Mənim vasitəmlə düzəlt.